Bəs işçi işə geyişkəndə işə götürən işçi ilə bağlı qanun çərçivəsində nə edə bilər? Onu qeyd edim ki, bundan əvvəlki videoda işçinin işə geyişməsi nəticəsində onun işdən çıxarılmasının qeyri-qanuni olması barədə məlumat vermişəm. Hazırda qeyd etmək istərdim ki, əgər işçi işə geyişirsə, bu halda işə götürən tərəfindən işçinin işə geyişdirilməsinin pozuntu olub-olmaması müəyyən olunmalı. Müəyyən olunması üçün araşdırma aparılmalı. Araşdırma aparıldığı halda isə işçidən izahat alınmalı. Və onu da qeyd etmək istərdim ki, əmək məcəlləsinə əsasən iki növ intizam tənbihi var. Biri töhmət, o biri sonuncu xəbərdarlıqla şiddətli töhmət. Xəbərdarlıq isə intizam tənbihi hesab edilmir. Ona görə əgər mütəmadi olaraq belə bir pozuntu eləsəniz, töhmət və şiddətli töhmət, yəni ki, sonuncu xəbərdarlıqla şiddətli töhmət işə götürən tərəfindən əmr əsasında sizə verilə bilər. Öz hüquqlarınızı bilin. Hörmətlə, sizin hüquqşünas Hadi Hüseynov.